Azərbaycan Xalq Cümhuriyyəti 20-ci tarix üçün səcəvi döqül. Bakı Dövlət Universitetinin fəaliyyəti. Bu neçənci ildir? 4-cü. 4-cü hökumətdə neçənci il? Hadi olardı 19-20. Hadi 19-20 olur. 19-20-nə də 19-dur da. 20 deyil. Başınız çatmır. Yadınızda saxlayın. Birinci, ay bala, mən sizə demişəm ki, ikinci hökumət 18 isə 4-19-dur. Başa düşdünüz? Ay sağ ol. Deməli, universitet, yadında qalsın, 18-də məktəblə bağlıdır, 19-da universitetlə bağlıdır. Birinci məktəb sonra universitet. Həyal olur da, bu olur 19. Deməli, bu nə? Bakı Xalq Komissarları Sovetinin ticarət və milliləşdirməyə qədər verilmiş sərəncamı ləğv eləməsi. Deməli, qardaş, kimsə milliləşdirmə ilə bağlı dekret verib də, düzdür? O verilib də bir dəfə. Verdi. Birinci hökumətdə verilib də, kimsə verib də onu, düzdür? Bu onu ləğv eləyirsə, neçənci prosesi bu? İkinci proses. İkinci prosesi də, deməli, bu ikinci hökumətdə, düzdürmü? Hə. İkinci hökumətdə 18-dir. 18 imiş. Rusiya xəciyə nota göndərməsi. Nota göndərib 1920, hə bu 20-dir. Bunun çıxırıq, 20 aid olan çıxırıq. Demək bu 1920-dir. Tehranda Azərbaycan səfirliyi. Qardaş, bu xarici dövlətlərin çoxu 20-dir. 20. Hə. Tehran Arab paytaxtıdır. İran. İran da i ilə başladığına görə 20-dir də, başa düşdün? İtaliya ilə də söhbət 20-dir, başa düşdün? İngiltərə ilə də söhbət 20-dir, başa düşdün, hə. İsveçrə və? Hə. 5-ci hökumət kabineti. 18 5-ə bölünür. Yox. 19 bölünür. Yox. 20 bölünür, hə, davay 20-dir. 20-dir. 5-ci hökumət kabineti istefa verməsi 20-dir. Deməli bu da 20-dir. Osmanlı dövləti ilə Osmanlı 18. Osmanlı. 18. Kamil Osmanlı, sakit ol. 1918, bəli, bəli. Düzgün cavabımız 1-2. Anda. Altında. 6'da, hə. 1-2-6. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci tarix üçün səciyyəvi xüsusiyyətləri göstərir. Göstərək. Qacar hansı dövlətdir? Qazar yaxşı dövlətdir. İran. İran nədir? Neçədir? 20. 20. Buraya yazıb 18. İngilis generali Thomson İngilis 18. Thomson 18. Gürcüstan hərbi görən G niyə oxşayır? 9-19 oxşayır, sən 19-san. Paris Türk Komünist İştirak Azərbaycan nümayəndə etin, İstanbuldan yola düşürür. Biz artıq orada 3 ay çəkir, gedib 18-ci ildə yola düşürür. Bu nə rəqəmdir? Nə sözüm də bilmədim. Ay oxşadı. Bakı Bonadlı pul vahidi 18. 3-cü hökumət kabinetinin təşkil olunması. 19. Yox, bu da 18-ci. Bir dəqiqə. Bakı bu. İstanbuldan yola düşməsi 19 deyil. İstanbuldan yola düşür. Biri var Bakıdan, bir də var oradan. Üçüncü də 18-də qurulub da. Bəli, bəli. Azərbaycan Bonadlı pul dövrü 18. 5-6, 2-5-6. Birinci hökumət kabineti vaxtı var. Birinci hökumət kabineti 1918, may 28. AXC yarananda. Üçüncü də 18-dir. Üçüncü də 1-2-3, 18-də qurulub. 4-19. 5'ine bak. 5-20'dir. 19'un sonu qurulub, amma əsas 20'dir. Çünki 25-ə bölünür. Azərbaycan Xalq Cümhuriyyəti 19-cu tarix üçün xərcə olunur. Gürcüstanla Deyəm adəsən. 19. Bəli. Bax 9 rəqəmi G-yə oxşayır, balaca G-yə. Görsən? Bəli. Gördüm. Bakı bonun 18. Əgər pul 18 isə bank neçədir? 19. Vətəndaşlıq 19. Parlament 18. Bəli. 19-cu il üçün səciyyəvi deyib 1, 3, 4. AXC-nin birinci hökumət, ikinci hökumət kabinetlərinə aid ümumi cəhət. Parlamentin fəaliyyəti dövründə təşkil olunur. Parlament neçənci hökumətdə yaranıb? İkinci. Parlament 2-dir. Səməd bəy Mehmandarov Xarici İşlər Naziri. Bu adam nə idi? Səməd bəy Mehmandarov. Səməd bəy kim idi bilirsiniz? Hə. Hərbi nazir. Hərbi. Budur. 18-də fəaliyyətə başlayıb birinci, ikinci hökumət kabineti. Düzdür. Ermənilər ərazi iddialarına qarşı mübarizə aparmışıq. Hər zaman. Hər zaman. Hər zaman. Müəssislər məclisinə seçkilər keçirilməmişik. Heç vaxt bacarmadıq. 3-4. AXC-nin birinci hökumət kabineti Sentrokaz və diktatorluğu ilə mübarizə aparılması 2-dədir. Yalnız sözünə heç vaxt nə etmək lazımdır? Girməmək lazımdır. Ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparmazsa da Liboy hökumət kabineti aparıb. Osmanlıların hərbi yardımdan istifadə. Bəli.
Əslində Osmanlıdan həmişə yardımdan ikidə var da. bəli, 1-də də var, 2-də də var. 3-4 parlament tərəfindən parlament neçə yarandı? Parlament. 2-də ona görə deyil, 3-4-dür bu da. Sonra AXC-nin 3-cü və 5-ci hökumət kabinetləri üçün ümumi olmayan cəhət. Bax. 1. Bax 4 ümumidir. Bura bax 4 ümumidir. Fəaliyyət göstərməyəcək. Bura bax 4 ümumidir. Ermənilərin ərazi iddialarına qarşı tədbir. Həmişə ermənilər bizə qarşı ərazi iddiası irəli sürür. 5 Bunun üçün. olmur. 2 də olmur məncə. Neft sənayesi yox, 3-ə 5-ci hökumət kabinetinə aid olmayan deyir də ta. Hamısı Bakıdaydı. Yox, aid olmayan deyir də ta. Hədə Bakı aid deyil də. 2. Bakıda fəaliyyət göstərməz. Yox, Bakıda fəaliyyət göstərib də. 1 olmur. Mən bəs o şey paytaxt İrəvan deyildi. Kimin paytaxtı? Neçənci hökumətdəydi? Bizim heç vaxt paytaxtımız İrəvan olmayıb. Ol bax mən. Yox, Gəncə olub, Bakı olub. İrəvanı ermənilərə vermişik. Hə. Səs kaydı edib, yavr olduq. Yox. İrəvanın ərazi iddialar, İrəvanı özlərinə birləşdirməyə nail olub ermənilər. AXC dövründə. Dedim, bir dənə ona nail olublar. Neft sənayesini heç vaxt milliləşdirməmişik. Biri cavabı budur. 1-də 1. Hakimiyyətin bolşeviklərə təhvil vermək 5-dədir. Aid deyil. Hərbi nazirlik fəaliyyət göstərib 1-5-dir, bəli. Orada nədir? Ona ehtiyac yoxdur baxmaq. O nəyinə baxırsan? Yadına salım. Nəyi? O burada görmüşdüm elə bir şey. İrəvanı heç vaxt ermənilərə vermişik. İrəvan. İrəvan şəhər paytaxtı. Kimin? Osmanlı vətən razılığı İrəvan şəhər paytaxtı. Olmaqla. Hə, evet. Yadımdan çıxdı. Qusmun pis yerini oxu da, gör nə yazır. Hayda, hə, yadımdan Hı. çıxdı. AXC-nin 2-ci hökumətinə aid səciyyənin cəhəti müəyyəndir. Azərbaycanın 2-ci şəhəri haradır? Gəncə. Gəncə. Demək bu 2-ci hökumətdədir. Vətəndaşlıq haqqında qanun 19-dadır. Bakıdadır. Ümumiyyətlə Bakıda vətəndaşlar çoxdur. Bakı şəhərində də fəaliyyət göstərib. Göstərib də, düz deyir. Dövlət quruculuğu tədbirləri Liboysu. 1-3-4. Liboy hökumət kabinetimiz dövlət quruculuğu ilə bağlı iş görüb də. O nətər hökumət ki, dövlət quruculuğu ilə bağlı iş görmüş. Bəli. Nəsə hökumət. Məsəl üçün də. Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinetinin xarici siyasətinə aiddir. 1-ci hökumət neçənci ildir? 18. 18-də hansı dövlətlə əlaqə quracaq? Osmanlı. Osmanlı. Osmanlı dövləti ilə münasibətlərin qurulması. 1-i 1-dir. Gürcüstan neçədir? 19-u 4-də diyor. Getdi. Var nümayəndə heyətinin göndərilməsi. Hə, bax bu var. Göndərdik, amma hələ getmədi. Yəni orada o var. 1-3. Batum müqaviləsinin imzalanması. Birinci hökumət üzrü. Batum Paris 18-dir, amma birinci hökumətdə deyil. Deyil, hə. 3-dədir. 3-cü hökumət kabinetindədir, amma 18-dir. Batum müqaviləsi Olur. birinci hökumətdədir. Batum bu birinci. Sovet Rusiyası ilə dostluq Yox. Yox. Əhəmiyyətlə yoxdur. Elə bir il axtarırsınız, yoxdur. 1-4. Hə. AXC-nin Gəncə Bakı dövrlərinə ümumi cəhət. Nə olur? İkinci hökumət kabinetinin fəaliyyətə başlaması. AXC-nin Gəncə Bakı. Düz deyir də, düzdür. Silahlı qüvvələrin yaradılması istiqamətində tədbirlərin görülməsi. Silahlı qüvvə bu da düz deyir. Çünki birində quru qoşunu, birində donanma. Parlament fəaliyyətə gözləyir. Parlamentin bir hansı hardadır? 2-dədir. Bakıdadır. Bakıda, hə. Müəssislər məsələn seçkilər olmayıb. Azərbaycan mövcud olan Sovet hakimiyyət orqanlarına qarşı mübarizə aparmışıq. Niyə səhvdir? Yox, düzdür. Həm mübarizə Gəncədə aparmışıq Bakı da. Komissarlar Soveti, Bakı dövründə də Sentrokasp diktaturası. Bəli, Azərbaycan mövcud olan Sovet yox, Sentrokasp ingilislər yaradıb. Bakı dövründə bilirsiniz, Sovet hakimiyyət orqanları hansıdır? Muğan Sovet Respublikası. Lənkəranda. Bax odur. Bu da düzdür. Ona görə də düzgün cavab 1 2 5. Davam edirik. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və 1-ci hökumət kabineti. Milli Şura müvəqqəti qanun verib. 125. Milli Şura müvəqqəti qanun verib. Hökumət kabineti icra edib. Hansı hökumət kabinetimiz həm də qanun verib? İkinci. Yazıb ki, icra hakimiyyəti həyata keçirmələri. Xeyr. Biri qanun verib, biri icra edib. Məmməd Əmin Rəsulzadənin əmri ilə yaradılmaları. Gəlin, indi məntiqlə baxacağıq da. Yəni, burada çətin bir şey yoxdur. Bakı şəhərində fəaliyyət göstərmələri, 1-ci hökumət kabineti heç vaxt olmaz. Həmişə birinci çıxın. Deməli, fəaliyyətləri Gəncə şəhərində dayandırıblar. İyun böhran nəticəsində buraxılıblar. Yəni, hər ikisi 1-ci hökumət kabineti də gedib, Milli Şurada Gəncədə ilk hökumət böhranımız orada yarandı, 2-ci Bakıda. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası 1-ci hökumət kabinetinə aid ümumi cəhət.
Müvəqqəti hakimiyyət orqanı olmaları müvəqqəti idi də, getdi də. Belə baxanda düz deyir. Fətəli xan Xoyskinin başçılığı altında Milli Şura Fətəli xan Xoyski deyil. Gəncə dövründə yaradılmaları xeyr, Tiflis dövründə yaranıblar. Müəyyən müddət Tiflis şəhərində fəaliyyət göstərib, düz deyir. Deməli, qanun verən orqan olmaları birinci hökumət kabineti icra edib. Deyil. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə aiddir. Xarici siyasət. Gürcüstanla hərbi müdafiə sazişinin bağlanması. Azərbaycan Xalq Cümhuriyyəti Gürcüstanla hərbi müdafiə, düz deyir. Sovet Rusiyası ilə normal münasibət. Olmaz. Qacarlarla dostluq. Qacar müsəlmandır. Müsəlmandan dostluq olar. Dini Çinlə yox, dini Çinə qarşı deyil. 18-ci ildə Türkiyə Cumhuriyyəti yox, Osmanlı. Cumhuriyet deyilən başçı. O vaxtı yox, 1-3. Göyçay döyüşləri Bakı Xalq Komissarlar qoşunları məğlub oldu, düz deyir. Məclislər və seçkin haqqında qəbul edildi, Azərbaycan parlamenti fəaliyyətə başladı, yox. Batum müqaviləsi Azərbaycan müstəqilliyi elan olundu, yox. Müstəqilliyi tanındı. Müstəqilliyimiz elan eləmişik Tiflisdə. Batum müqaviləsi iyun ayındadır. Mən o vaxt idi. Nə? Bu müstəqillik elan edilməsi. Mayın 28-də, yarın. Neçənci? 28, 18-də. Hə, 18. Bakının azad olunması, Bakıda kütləvi qırğınların qarşısı kütləvi qırğınların qarşısı alındı. Qəbul eləmək olar. 3-cü hökumət demokratik prinsip təşkildə AXC müstəqilliyin Paris Sülh Konfransı tərəfindən tanındı. AXC 5-ci hökumət kabinetində tanınır. 3-də göndərir. Bəli. Azərbaycan parlamenti yaradılması haqqında qanun verib, müəssisə seçkilər keçirilib, keçirilməyib. AXC-nin yaratdığı Qarabağ General Qüvvəti fəaliyyəti Qarabağ dağlıq hissəsində suveren hüquqla bərpa olub. Bəli. Yeni Çin ordusu Cənubi Qafqaza doğru irəliləməsi Gürcüstanla hərbi müdafiə paktı. Bəli. Parlamentin demokratik prinsip təşkil AXC-nin müstəqilliyin de facto 5-cidə tanınıb. Xeyr. Qarabağ bölgəsində erməni hücumlarının güclənməsi Naxçıvan General Qubernatorluğu xeyr, çünki yaransaydı Qarabağ General Qubernatorluğu yaranardı. Qarabağ yaradıb niyə Naxçıvanı qorusunlar? Uşaqlar harda dayandı yəni bundan sonrası qalacaq. Cədvəldə hansı hadisənin nömrəli dəyişək AXC üçün xronoloji hadisəsini iyun böhranı 18-in yəni iyun ayıydı. İyun böhranı ilə iyun ayıydı. Parlament fəaliyyətə başlayıb dekabr ayında. Göyçay döyüşləri olub, Əkin üçün yerini dəyişdi. Göyçaydısa yaydı bu. Çaydı yaydı, iyuldu bu. Yay vaxtıdır. İkinci hökumət kabineti, ikinci o borçalı idi iyun ayı, mayın sonu iyunda. İkinci hökumət kabinetinin fəaliyyətə başlaması, bu deməli ehtiyac yoxdur ki, bunu dəyişməyə. Bir dəqiqə, lab ikinci hökumət kabineti fəaliyyətə başlayıb, lab tutaq ki, dekabrda. Görə bu sonra başlayıb. 2 ilə 3-ün yerində dəyişəcək. Vətəndaşlıqda 19-dur. Bunlar hamısı 18-dir. 2 ilə 3-ün yerində dəyişəcək. İyun böhrandı. Göyçay döyüşü. Parlament yaranır. 2-ci hökumət kabineti yox. 2-ci hökumət kabineti fəaliyyətə başlayar. Parlamentlə 2 ilə 4-ün yerində dəyişəcəyik. 2 ilə 4-ün. Çünki 2-ci hökumət kabineti yaranar. Sonra Göyçay döyüşləri olar. Sonra parlament. Niyə? 2-ci hökumət kabinetinin qarşısında duran əsas vəzifəran azad eləməkdir. Bakını. Bakını azad etmək üçün hansı döyüşdə iştirak elədik? Göyçay. Göyçay döyüşündə qalib gəlməliyik ki, parlamentarda yaratmalıyıq Bakıda. Ona görə 2 ilə 4-ün yerini dəyişdiririk. Cədvəldə hansı 3 rəngli bayrağın qəbul edilməsi, bayraqda məktəbdə də var. Bayraq günü 9 noyabr. Bakının azad edilməsi. Bakı nə vaxt azad edilib? Bakı azad edilib 15 sentyabr. Parlamentin fəaliyyətə başlaması dekabr. 3-cü hökumət kabinetinin fəaliyyətə başlaması bu da dekabrdır. Dekabrın sonudur. Bu da dekabrdır. Dövlət Bankı bu da 19-dur. Bunların işim yoxdur. 4-5 yerindədir. Parlament Bakı azad olunar. Sonra bayrağımız qəbul olunar. Sonra parlamentimiz. 1 ilə 2-nin yerində dəyişəcəyik. Bəli. Xronoloji hadisələr müəyyəndir. Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bunu neyəm ki? Bir dəqiqə Cənubi Milli Hökuməti. Sentrokasp diktaturası yaranar. Sonra biz ona qarşı vuruşarıq. Sonra xiyab 1-3-2. 1-3-2. Bəli. Xronoloji Bakı Xalq Komissarlar Soveti süqut eləyər. 31 iyul getdi. Xalq Komissarlar Soveti süqut edir. AXC elan olunar mayda. Çünki Azərbaycan Xalq Cümhuriyyəti birinci yaranar. 11-ci Qırmızı Ordu Azərbaycanı işğal eləmək, o demək ki, Xalq Cümhuriyyəti yoxdur. Bu 1920-dir. Burada olacaq 2, 1, 3. Azərbaycan Xalq Cümhuriyyətinin xronoloji Milli Ordunun yaradılması haqqında iyun 26 Silahlı Qüvvələr günü. 26 iyun. Qarabağ General Qubernatorluğu 19, parlament 18. Bu da 18'dir. Amma 1-ci ordu qurular, parlament yaranar, sonra Qarabağ General Qubernatorluğu. Xalq Cümhuriyyəti xronoloji 3 rəngli dövlət bayrağının qəbul edilməsi. 9 noyabr.
Bayraq günü məktəbdə. Naxçıvan General Qubernatorluğu 19, bunlar 18 almış. Azərbaycan Türk dili dövlət dili olması bu da 18-dir. Birinci dil məsələsidir 3, bayraq 1, Naxçıvan da 1, 2. Nənəndir? Deməli 136-cı sual Azərbaycan. Yaxşı. Deməli Azərbaycan Xalq Cümhuriyyəti Respublikası Azərbaycan parlamentinin yaradılması təkrar verilən sualdır. Bunlar 18. Sentrokaspi diktaturası sentrabrda getdi. Dekabrda amma parlament yarandı. Qar yağdı, hər tərəfə ağappaq parladı. Bu sentyabrdadır. Qacarlar dövləti ilə dostluq haqqında müqavilə, yəni İran. 20. Bu da 20-dir. Bunlar